azmaq deməkdir. Həddi aşmaq, azmaq. Tağa feili naqis feildir. Niyə görə naqis feildir? Çünki sonunda nə var? Yə var. Tağa, yatğa, tuğyanən. Tağa keçmiş, yatğa indiki gələcək zaman feilidir. Tuğyanən isə nədir? Bunun məsləridir. Azan, azmaq, azır, azma mənasındadır. Sonra gamihə, yağməhu, gamhən. Bunun mənası başlı başına qalmaq, sərgardan qalmaq mənasındadır. Gamihə salim feillər qrupuna aiddir. Fəilə modelindədir. Yağməhu, yəf'alu modelindədir. Gamhən isə bunun nədir? Məsləridir. Sonra iştara, yəştəri, iştiraən. Naqis feildir, iftial babıdır. Yəni, iftəalə, yəftəilu, iftialəndir. Burada babın kök hərfləri şin, ra hərfi, t, burada i və t hərfləri babın, demək, babın hərfidir. Şin, ra, yə isə kök hərfləridir. İştəra, yəni iftəraya idi, iştəraya oldu, iştara. Yəştəri, indiki gələcək zamanı satın alır. İştiraən, satın alma. Demək, bu oldu bizdə iftəalə babında olan nə? Feil. Biz lüğətdən